Deməli, Order Flow Footprint seriyasına əlavə olaraq bir dərsdə əlavə eləyirəm. Birdən ağlıma gəldi ki, bu da həmçinin teorikdir nisbətən. Ona görə bunu da öz dilimizdə başa düşülən tərzdə öyrədim. Ona görə də deməli dostlar, burada üzdən izah edəcəm. Üzdən də yox, yəni necə var elə izah edəcəm. TradingView Footprint-dən istifadə edəcəm. Yəni ritmik platformalardır filandır, özünüz bilərsiniz. O keyfiniz bilər ki, hansı platformanı özünüz istifadə edəsiniz. Mən sadəcə üzdən rahat gəlir deyə elə footprinti TradingView-nun özündən izah edəcəm. Hansı ki, orada müəyyən bir pointli əraziyə uyğun həcm şeyindən göstərir kontraktları, icra olunan kontraktları, amma digər platformalarda tikə-tik göstərə bilər. Sizə hansı rahatsa, hansı üslubunuza uyğundursa onu istifadə edə bilərsiniz. Ondan sonra videolarda keçən dəfə çox əziyyət çəkdim. Hardasa, nə bilim, əvəzini çəkdim, sonra biraz editlədim, mahnı falan qoydum, belə şey oldum ki, mən daha da belə yeni insanların qarşısına çıxsın, baxsınlar maraqlı. Amma ki, nə oldu? Düzdür, yaxşı insanların da qabağına çıxdı, amma ki, bir yaxşının qabağına çıxıbsa, 10 dənə götün qabağına çıxdı. Mən buna o qədər mahnı qoyum, editləyim, kəsim ki, bunlar daha yaxşı uğraşdıq eləsinlər. Bunlar daha yaxşı mahnının sədaları altında gəlsinlər, ağıllarına gələn yazsınlar, eləmi? Mən tüpürərəm elə videonun içinə, əziyyət çəkim ki, mahnı qoyum buna, olsun, daha yaxşı video olsun ki, ona görə də elə həmişəki vəziyyətə qayıtdıq. Videoları ilə çəkib birbaşa yükləyəcəm. Onsuz da ki, yəni mənə qulaq asmaq istəyən, mənə başa düşən, hardan olsa gəlib məni tapıb qulaq asacaq, baxacaq videoya. Mən bunu birazca gördüm ki, etini artıranda bu qoyun kütləsinin, böyük bir qoyun kütləsinin qarşısına çıxdı video. Feedin qarşısına çıxdısa, YouTube kəşf etdi, nə bilim, TikTok'dur filan, getdikcə kütlə, o bir tərəfə getdikcə görürəm ki, IQ düşür. Elə az çıxsın, az baxsın, amma deyirəm ki, normal insanlar baxsın. Belə, deməli, Trapped Buyers'dan, Sellers'dan başlayaq ki, ümumi olaraq nədir? Footprintdən istifadə olunur. Footprintdə imbalans falan, onlar başqa mövzulardır. Mən indi nisbətən keçən dəfə absorption-dan exhaustion izah elədim. Ümumi olaraq nədirsə. Yəni, bizə dəfə mənim izahıma baxdınızsa axıra kimi, sonra əsas kökü başa düşürsünüz. Əsas toxumunu başa düşürsünüz. Toxumu başa düşəndən sonra qalan hər şey ona müxtəlif verilən adlardır, bəzəmələrdir. Mən işin belə özəyini burada YouTube'da təməldə onu izah eləmişəm. Özək şeydir. Elə bil ki, o üstünə nə olsa, hər şey özəyə bağlıdır. Özəyə bağlı olduğunu başa düşdükdən sonra, bu özəyin nə olduğu haqqında bir ideya yarandıqdan sonra siz hansı tərəfə gedirsinizsə gedin. Qarşınıza nə mürəkkəb şeylər çıxırsa çıxsın, nə qədər sizi tələyə salmağa çalışsın, siz ayılacaqsınız ki, jivoy olacaqsınız, göz açıq olacaqsınız. Göz açıq olacaqsınız ki, bunun özəyi nədir axı? Özəyi nədir bunun? Və özəyin üstündə görəcəksiniz ki, başqa şeylər də bu özəyin üstünə qurulub. Anlam, narrativ verə biləcəksiniz. Mən yenə deyirəm, 930-dan başqa heç bir konkret model paylaşmamışam. Konkret modellərin heç biri burada 930-dan başqa paylaşılmayacaq. 930-un da bəzi şeyləri, bir çox şeyi yenə onları da paylaşmamışam. Nəm sequence şeyidir, az ehtimallı, çox ehtimallı hallardır, vəziyyətlərdir, xüsusi hallardır paylaşmamışam. Ondan əlavə order flow şeylərindən də ki, ona aid olan modellər, yanaşmalarım, bunları da paylaşmamışam və paylaşmayacağam. Bunlar çünki hamısı özəl mentorluğun daxilində olaraq qalacaq. Və YouTube'da da paylaşdığım şeylərin hamısı ümumi sizə ilk lazım olan anlayışlardır. Elə vaxt itirmədən keçək videoya. Deməli, Trapped Buyers və Sellers'dan danışacağıq. Nədir bu Azərbaycanca tərcüməsi? Tələyə düşmüş alıcılar və satıcılar. Hansı alıcı və satıcı? Pasiv yoxsa agresiv? Agresiv alıcı və satıcı. Tələyə düşmüş agresiv iştirakçılar.
Yəni market əmrindən girənlər, lonqa və shorta girənlər, ən belə lore dildə izah eləyəcəm ki, başa düşəsiniz. Market əmrindən lonqa və short pozisiyalarına girənlər aqressiv iştirakçılardır. Qarşı tərəfdə əks limit əmrlərini doldurulur, fürsətdən istifadə edib. Yəni belə başa düşün. Biri tələyə düşəndə o biri fürsətdən istifadə edib qarşı tərəfdə limit əmrini doldurur. Bu kimi şeylər anlayışdıra əgər məni ilk dəfə görürsünüzsə, videoya təzə baxırsınızsa, keçin Order Flow seriyasına, başlayın baxın. Playlistlərə keçin, orada Order Flow seriyası var. Orada hamısına bir-bir başlayıb da baxın, başa düşəcəksiniz. Ondan sonra keçin Absorption-a, Exhaustion-a baxın. Üzdən başa salmışam. Başa düşəcəksiniz. Bu limit filan söhbətin. Ona görə vaxt itirmədim deyə bu videoya onun çox üstünə getmirəm. Qiymət əksinə dönəndə aqressiv girənlər itirə-itirə qalır. İzləməkdən başqa heç nə edə bilmirlər. Birazdan indi buna gələcəm nə demək istəyirəm. Yəni bir növ belə başa düşün. Aqressiv iştirakçılar market əmrindən girir. Market əmrindən girir və nəticədə nə olur? Nəticədə nə olur? Qiymət onların istədiyi yerdən əksinə dönür və onlar itirməkdə olur. İtirə-itirə gedir. Və biz haradan başa düşəcəyik ki, orada aqressiv iştirakçılar tələyə düşdü, tələyə saldılar. Bunu bir növ absorption buna yaxşı nümunələrdən. Absorptiona mən əslində, yəni mən öz necə deyim, təcrübəmə əsasən, market təcrübəmə əsasən izah edirəm. Absorption bir növdə şeyə bənzəyir. Tələyə düşmüş alıcılara və satıcılara. Çünki mən absorptiona yenə deyirəm, baxmayıbsınızsa, absorption termini yad gəldisə, keçin kanalda CVD Absorption Exhaustion videosuna baxın. Ümumi izah edəmişəm nədirsə. Çünki niyə? Deyək ki, alış tərəfli absorption olub, elə deyilmi? Qiymət gəlir. Alıcılar burada artır, kifayət qədər artır. Amma alıcıların artması satıcılarda görürük ki, azdır. Bəs niyə qiymət qalxmır? Alıcılar çoxdur axı burada. Niyə qiymət qalxmır? Ona görə qalxmır ki, bu alıcıların verdiyi aqressiv market əmrləri, bu sağ tərəfdə olanlar, qarşı tərəfdə satış limit əmrlərini doldurur sadəcə. Elə bil ki, mən buradan alış əmri verirəm, qarşı tərəfdə isə satış limitlərini qarşı tərəf doldurur. Mən verirəm, 1000 kontrakt al, 1000 kontrakt al. Bu 1000 kontrakt alış market əmri gedir, qarşı tərəfdə onu gözləyən 1000 dənə satış limit əmrini doldurur. Nəticədə qiymət hərəkət eləmir. Və orada da görürlər ki, absorptionda görürlər ki, bu gəldi, nihayət gəldi ki, 1000 kontrakt alış əmri vurdu. Amma qiymət tərpənmədi. Deməli, qarşı tərəfdə bunu soran canavar var, soran satış limit əmrləri var. Məndən sonra üzü gəlib də böyük əmr verməyə göt lazımdır, verə bilməyəcəklər. Qorxacaqlar. Bu halda nə olacaq? Alan yoxdursa nə olacaq? Qiymət get-gedə düşməyə başlayacaq. Çünki niyə? Mən bu qədər əmr verəndən sonra, bu əmrlər qarşı tərəfdəki limitlər tərəfindən sorulandan sonra, məndən sonrakılar qorxacaq ki, qarşı tərəfdə soran var. Qarşı tərəfdə kimsə öz satış limit əmrlərini doldurur. Və bu halda da mən tələyə düşmüş olacağam. Mən 1000 dənə kontraktlıq alış əmrimlə orada dar ağacında qalacağam, tələyə düşmüş olacağam. Bunu üzdən absorptionun bununla əlaqəsini biraz başa düşdünüz. Əksi də satış tərəfli absorption da ola bilər. Qiymət düşə-düşə gəlir. Satıcılar kifayət qədər çoxalır, amma qiyməti aşağı sala bilmirlər. Alıcı da azdır və satıcı çoxdursa niyə qiymət aşağı düşmür? Çünki bu satış əmrləri, verilən satış market əmrləri, short pozisiyasına girənlərin əmrləri qarşı tərəfdə alış limitləri doldurur. Dedik nədir? Yuxarı ask, aşağı bid. Ucuz qiymətdən bid əmrlər gözləyir, alış limit əmrləri gözləyir. Yəni verilən aqressiv satış əmrləri gəlir də burada aqressiv, passiv alış əmrlərini doldurur. Əgər bir cümləni başa düşməsəniz, 5-3 saniyə geri yığdırın da yenidən qulaq asın, başa düşəcəksiniz. Tam aydın deyirəm çünki. Doldurur, ona görə də qiyməti aşağı sala bilmirlər. Çünki burada satış əmri onu doldurmamalıdır ki, aşağıya doldura-doldura getməlidir də. Alış limitləri az-az olmalıdır ki, doldura-doldura həmçində qiyməti salsın. Amma bu tərpənmirsə, qiymət burada ilişib qalıbsa, çoxlu satış əmri aşağıya sala bilmirsə, bu deməkdir ki, elə qarşı tərəfdəki alış limitlər satış marketləri doldurmağa kifayətdir. Ondan sonra da görürlər ki, qiyməti sala bilmədim mən, o qədər çabaladım, məndən sonrakılar da qorxub satmayacaq.
Şorta girə bilməyəcək. Ondan sonra burada dolan alış limit əmrləri başlayıb qiymət yuxarı qalxdıqca qazanmağa başlayacaq. Onlar yuxarıdan yenidən satacaq. Mənim burada satış pozisiyamsa qiymət yuxarı hərəkət getdikcə itirməyə başlayacağam. Və bu footprintdə necə görünəcək? Footprintdə özünü necə göstərir bu? Düşünün ki, bax bura qiymət qalxa-qalxa gedir. Qiymət qalxa-qalxa gedir, amma bir nöqtə gəlir ki, qiymət reversal eləmək istəyəndə nə olur? Bu footprint candle-dır. Bura nədir? Bura ask tərəfləri dolduran əmrlərdir. Burada bit tərəfi dolduran əmrlər. Yəni bu 50, 10, 70 bu sağ tərəfdə yazdıqlarım aqressiv alış əmrləridir. Yəni buy market əmrləridir. Burada düşür. Buy market əmrləri düşür. Hansı ki bu 50 dənə alış market əmri qarşı tərəfdəki satış limit əmrini doldurub. Və burada nə görürük? Qiymət arta gedib bir müddət. Amma burada görürük ki 50 dənə, 10 dənə, 70 dənə toplam alıcılar bu tərəfdə, sağ tərəfdə kifayət qədər çoxdur. Satıcılar azdır. Amma qiymət burada ilişib qalıb. Buradan tərpənmir. Bax, qiymət burada ilişib qalıb. Tərpənmir. Amma böyük alıcılar var. Neynədi? Qiymət yavaş-yavaş tərsinə qayıdır. Bunlar nə oldu? Tələyə düşür orada. Və qiymətin əksinə qayıtması, qiymət onda daha da aşağı vurmağa başlayır. Çünki bunlar burada asmanda qaldı. Bunlar burada tələdə qaldı. Yazıqlar 50-si, 10-u, 70 kontraktlı burada alınan market əmrindən longa girilənlər qiymət aşağı düşəndə itirməyə başladı. Tələdə qaldı. Elə başa düşün ki, bunlar longdur. 50, 10, 70 toplam neçə edir? 130. 50-nin üstü 60, 60-ın üstü 70, 130. Yəni 130 kontraktlıq alış, yəni long əmri, long market. Yəni longa girən buradan girir, yuxarıya tipi qoyur, aşağıya stop qoyur. Bunlar tələyə düşdü. Qiymət onların stopuna doğru gedir. Belə lower dildə izah edeyim, başa düşəsiniz. Təbii ki, o böyüklərin stopu olmur. Əslində onlar başqa cür icra edir əmrləri. Riski sadəcə ümumi olaraq dedim. Başa düşəsiniz deyə. Buradan buy market, yəni long pozisiyası, bura tipidir deyək ki, aşağıda stopdur. Aşağı stop nədir əslində? Bu sell stopdur. Sell stop. Beləcə nə olur? Qiymət aşağı gəlir, bunlar tələdə qalır. Bunlar itirməyə başlayır. Bunlar bax trapped buyers və sellers, bunlar trapped buyers'dır. Bura yazaq buyers. Trapped buyers, yəni tələyə düşmüş alıcılar. Footprintdə sağ tərəfdə, ask bit footprintdən söhbət gedir sağ tərəfdə. Görürük ki, birdən-birə təzyiq artmağa başladı, alış təzyiqi. Hansı ki, qiymət daha da yuxarı push eləyə bilmir. Ondan sonra qiymət əksinə dönməyə başladı. Bu onun göstəricəsidir. Buradakı alıcılar qiyməti yuxarı qaldıra bilmədilər. Onların əmrləri qarşı tərəfdəki limitlər tərəfindən soruldu, dolduruldu. Və indi qiymət əksinə getməyə başlayır. Bunlar tələyə düşdü. Bunların itirməsi də başqasının cibini doldurur. Footprintdə baxaq necə görünür. Baxın. Burada görürsünüz qiymət burada yuxarı gedib, yuxarı gedib. Qiymət yuxarı gedib, bu an satıb. Bu candle gəlib. İndi burada görün nə var? Qiymət burada iki tərəf var da candle'ın. Sağ tərəf, sol tərəf. Sol tərəf satış market əmrlərini göstərir. Shorta girilən əmrlər. Kontrakt sayları. Sağ tərəf isə longa girilən əmrlər, elə deyilmi? Burada nə görürük? Baxın, satıcılar azdır bu tərəfdə. 0, 8, 9, 6, 16 və aşağıda görürük cəmi nə qədərdir? 69 dənə. Amma alıcılara baxırıq ki, buraya yuxarı nisbətən daha da çox əmrlər icra olunub. 10, nə bilim, 13, get-gedə toplam nə qədərdir? Hətta burada 39, 39, 32 bu hissədə kifayət qədər olunub. Cəmi 203-də burada icra olunub, alışdır. Deməli, alıcı bu qədər, satıcı da bu qədər. Delta nəyə bərabərdir? Delta bərabərdir alış həcmi çıxılsın satış həcmi. Bu da bərabər eləyir. Neçə eləyir? Alış həcmi nə qədərdir? 203. Topladıq da axı 203 eləyir. Satış həcmi nə qədərdir? Yəni bu sol tərəf 69. Bunların da fərqi nə qədərdir? 134. 134 oldu bizim deltamız. Və bizdə burada nə görürük? Alıcılar qiymət yuxarı gedib. Burada kifayət qədər alıcı çoxluğu var. Bəs qiymət niyə davam eləmir buradan sonra? Burada bu qədər alıcı olmağına rəğmən niyə qiymət yuxarı ata bilmədi? Deməli bunlar tələyə düşməlidir. Bunların əmrləri, bu yazığın burada verdiyi 39 dənə
long market əmri, longa girişi qarşı tərəfdəki bir çox bilmişin, məsələn deyirəm 39 dənə sell limit əmrini doldurub. Buna baha qiymətdən satıb. Bu da 39-unu oradan alıb. Mən bilmiş otururdum. Limit əmri qoymuşdum. Gözləyirdim ki, qiymət bura çatır. 39-unu satdım buna. Bu 39-u long marketdən aldı. 39-unu aldı, mən də ona satdım. Bu nə oldu? Bu tələyə düşdü. Sonra qiymət başlayır aşağı düşməyə. Mən 39 dənə burada satmışdım deyə, sell limit yazım bunun üstə. Satmışdım deyə, qiymət aşağı düşdükcə mən başlayıram. Ding ding. Bu nə tərik? Cash səs çıxartmağa çalışıram. Olmur, necəsə bir səs var belə. Nəsə qoyaram da o səsdən bir dənə də bura. Beləcə burada longa girən 39 dənə necə oldu? O da ki başlayır itirməyə. Görün neçənci 16-cı dəqiqəsində bunu bura həmin o səsi editləyəndə yadımdan çıxmasın qoyaram. Beləcə bunlar tələyə düşmüş oldu. Bu alıcılar, yəni bu sağ tərəfdə görünən alıcılar tələyə düşmüş oldu. Gəlin bir dənə də satış tərəfə baxaq, görək nə baş verir. Qiymət burada nə baş verir? Birinci qiymət düşür. Gəlir burada, görür ki, nə baş verir? Burada da indi satıcılar, bayaq alıcılar idi, sağ tərəfə baxmışdıq. İndi satıcılardır, sol tərəfə baxırıq. O 100 satış, 73 satış, 90 satış, amma alıcılar yanında azdır, cüzidir. Qabağında azdır, cüzidir. Bu nə deməkdir? Artıq bunlar daha aşağı şey eləyə bilmirlər. Normalda bu qədər satıcı çox olanda qiymət aşağı getməlidir də, amma getməyib. Yerində sayır. Hətta nə edir qiymət? Yuxarı qayıtmağa başlayır. Bu zaman bu nə deməkdir? Məsəl üçün bu 90 nəfər burada, 90 kontrakt daha doğrusu, nəfər yox. 90 burada şorta girilib də, bu gedib də qarşı tərəfdə kiminsə 90 buy limit əmrini doldurub. Buy limit əmrini doldurub qarşı tərəfdə. Beləcə, bu 90 dənə bu qarşı tərəfdə buy limit əmri olmasaydı, 90 dənə verilən satış hissəli alış limit əmrlərini dolduracaqdı. Məsəl üçün 5-ini burada, 10-unu burada, 15-ini burada. Beləcə nə olacaqdı? Hər dəfəsində hər qiymət həddində doldurduqca alış limit əmrlərini qiymət aşağı vuracaqdı. Alıcı satıcı olmasa qiymət hərəkət eləməz. Yəni burada alıcılar gözləməlidir ki, qiymət aşağı getsin. Amma ki burada nə olub? Hissə olmayıb, birbaşa 90 satış əmri, 90 alış limit əmri tərəfindən doldurulub və qiymət daha aşağı vura bilmir. Görür ki, burada tək o deyil, çoxlu bir böyük bir hissə var ki, çoxdur, satıcı çoxdur. Amma ki, qiymət aşağı vura bilmir. Deməli, nədir? Sonra yuxarı qayıtmağa başlayanda bunlar tələyə düşür. Bunlar itirməyə başlayır. Burada şorta girənlər, satıcılar qiymət yuxarı qalxdıqca itirməyə başlayırlar nəticə olaraq. Və kimlər qazanır? Qarşı tərəfdə 90 dənə alış limit əmrini dolduranlar. Bunlar da eyni zamanda bu yazıqlar da burada tələyə düşür. Footprintdə bunu necə görə bilərik biz? Baxın bu cür. Görürsünüz burada hər dəfəsinə baxın, get-gedə satış limit əmrləri çox, satış market əmrləri çoxalıb, 22 satılıb burada, amma qarşı tərəfdə həmin qiymət həddində 0 alıcı, 42 qarşı tərəfdə 4, 37 qarşı tərəfdə 9, nə bilim 40, bircə burada bundan çoxdur, amma ümumi saya baxırıq ki, nə var? Buradan aşağıda kifayət qədər çox satış əmri olub və toplam 204, amma qiymət yuxarıya aşağı düşə bilməyib. Hətta nə görürük? Bu candle-a baxın. Görürsünüz, candle yaşıldır. Yuxarıya bağlanıb. Candle yuxarıya bağlanıb. Bu necə ola bilər ki, yaxşı? Bu qədər çox satış əmri var burada. Alıcı satıcıdan azdır, amma qiymət yuxarı bağlanıb. Bunlara nə baş verir bəs buradakı satıcılara? 40, 37, 42, 22. Bunlar tələyə düşür artıq. Qiymət aşağı basa bilmirlər. Qiymət yuxarı qalxmağa başlayanda nə baş verir?
Buradan şorta girənlər, yəni burada qırmızı tərəfdə görünən satış əmri ilə, market əmri ilə şorta girənlər qiymət yuxarı qalxmağa başladıqca itirməyə başlayırlar və beləcə də onlar tələyə düşmüş olurlar. Qrafikdə baxaq bir iki nümunə. O da videonun ilkin aşırı. Hə, baxın burada. Yenə deyirəm, TradingView-da footprint müəyyən bir pointlik ərazini göstərir. Tik. Adətən göstərmir. Burada indi 15 saniyəlikdir, ona görə nisbət tiki göstərir. Amma daha dəqiq o 0.5 point təxminən. Elə belə nümunə üçün göstərirəm. Sadəcə olaraq amma belə ümumi bir hissəyə baxmaq üçün, anlayış qazandırmaq üçün trapdə falan yaxşıdır. Yoxsa tam dəqiq belə şeydir, imbalans, tam dəqiq tik imbalans falan onlar üçün ideal deyil. Baxın bu hissədə nə var? Qiymət yuxarı qalxıb, amma burada nə görürük? 14, 13, 22, 39, bu əraziyə baxın. Alıcılar var. Toplam 203 kontraqtlıq alış həcmi gəlib. Ondan sonra nə edir? Qiymət get-gedə burada sahibdə aşağı düşməyə başlayır. Və bu da eyni zamanda bunlar burada birdən-birə aqressiv alış gələndə, buradan longa girənlər, buy marketdən girənlər ciddi mənada tələyə düşmüş olur. Və ondan sonra da reversal baş verir. Bu reversallar ən çox öyle yerlərdə baş verir. Məsəl üçün bu hissədə. Bu hissədə yox, o qədər də reversala səbəb yoxdur. Birazdan o bir tərəfdə göstərəcəm hansı tərəfdə o satıcılar üçün. Yəni ümumi olaraq reversallara səbəb verir. Yəni reversallar olması üçün itirənlər lazımdır. Ona görə də ümumi bir anlayış kimi çox yaxşı istifadə edə bilərsiniz. Məsələn baxın, qiymət qalxır. Amma bu ərazidə başa baxsanız nə baş verir? Bura baxın. Bu hissədə nə qədər satıcı var? 9, 8, 9, 5, 2 daha nisbətən azdır da, elə deyilmi? Amma qarşı tərəfinə baxırsınız 14 alış əmri, 35, 24, 43. Kimsə burada aqressiv basıb Amma nə olur? Qiyməti yuxarı qaldıra bilirmi? Yox. Nəticə olaraq bunun burada basdığı əmrlər sadəcə gedir də qarşı tərəfdəki kiminsə satış limit əmrlərini doldurur. Kimsə bu qoyuna satır burada, bu qoyun da burada longa girir. Həmin satan da sonra qiymət aşağı düşdükcə qazanmağa başlayır. Burada girən də ki, itirməyə başlayır. Nisbətən sadə dildə belə başa düşün. Tələyə düşmüş olur. Tələyə düşmüş alıcıları, məsələn, belə rahatlıqla başa düşə bilərsiniz. Daha bir nümunə olaraq satıcılara baxa bilərik. Deməli, məsələn, bu hissədə baxın, burada satış əmrlərinə baxın, qiymət aşağı düşüb də burada elə deyilmi? Görürsünüz, burada alıcı demək olar düşməyib. Alıcılar çox cüzi və azdır. Çoxsunda zero print var bu hissədə. Amma bu hissəyə də sırf olaraq baxın, ən aşağı bu hissələrə. Bu hissələrdə satış market əmrləri nisbətən çox verilib. Amma qarşı tərəfdə yenə alıcı azdır. Alış market əmrləri azdır. Nəticə olaraq qiymət sonra əksinə dönməyə başlayıb. Yaxşı, satıcı bu qədər çox idisə, biraz da aşağı basardı, davam edici hərəkət olardı. Amma alış limit əmri azdır burada. Yəni alış market əmri azdır burada. Bu nə deməkdir? Buradakı satış market əmrləri qarşı tərəfdə kimsə alış limit əmrlərini doldurdu və qiymət yuxarı qalxanda o qazanmağa başladı. Burada aqressiv satıcılarsa satış marketdən girənlər itirməyə başladı. Sonra da qiymət yuxarı qalxmağa başladı. Yəni belə sadə olaraq footprintdə trapped buyers və sellers anlayışını bu cür istifadə eləmək olar. Əlavə terminlərdir filandır. Məsəl üçün deyirəm də belə nisbətən yaxşıdır. Bu necə deyim, reversallar üçün, əminləşmək üçün, güvən vermək üçün bəzi işlərinizə yaxşı bir şey olacaq. Məsələn baxın burada bu hissəyə baxın dənə. Alıcılara baxın, qarşı tərəfdə cüzidir. 7, 13, nisbətən azdır, amma satıcıya baxın 25, 56, sata gedir. Amma qiymət düşə bilirmi aşağı? Yox. Oradan başlayır da reversal eləyir yuxarı. Və nəticə olaraq burada aqressiv satış əmrindən girənlər ciddi mənada itirməyə başlayır yol uzunu və onların doldurduğu qarşı tərəfdəki alıcılarsa yol boyu qazanmağa başlayırlar. Nə bilim,
Trapped buyers və sellers bu qədər. Ümid edirəm ki, ümumi anlayış olaraq başa düşdünüz nə demək istədiyimi. Bu anlayışı, kökü başa düşdünüz. Lori dildə izah elədiksə, belə əlavə nəsə sualınız olsa, daha çox öyrənmək istəsəniz və s. aşağıda linklər qoyacağam mənə yazmağınız üçün. Belə sağ olun.